Əziz izləyicilərim, salamlayıram hər birinizi Azərbaycan Milli Xalça Muzeyindən. İlk öncə Arif Hüseynovun sərgisi ilə tanış oldum. Bu sərgidə bir-birindən gözəl rəsmlər nümayiş olunmuşdu. Bu rəsmlərin hekayəsi çox dərin və mənalı idi. Və onu da bildirim ki, hər dəfə sərgilər yenilənir. Yerli və xarici sərgilərlə tanış olmaq mümkündür. Nəzərinizə çatdırım ki, muzeyə giriş ödənişlidir. Lakin şəhid ailələri, qazilər, veteranlar və veteran ailələri üçün tam ödənişsizdir. Onu da bildirim ki, muzeydə böyüklər və uşaqlar üçün dərnəklər fəaliyyət göstərir. İnanıram ki, bura böyüklər qədər uşaqlar üçün də çox maraqlıdır. İndi gördüyünüz otaqda uşaqların əl işləri nümayiş olunub. Burada uşaqlar balaca taxtalar üzərində xalçalar toxuyur, qoyunlardan yun qırxımı edir və bu yunlardan sap hazırlamağı öyrənirlər. Maraqlısı da budur ki, hər kəs öz əl işini sonda özü ilə götürür. İndi gördükləriniz 19-cu əsrin sonuna aid olan Gəlin Dubağı, Qarabağ Dubağıdır. Əslində bir muzeyə yox, tarixə səfər etmiş oldum. Naxışları düzə-düzə, xalça toxudum sizə, elmə işləyib, qonaq oldum evinizə. Seyrinə heç doymadım, bağ behişt xalçasının, xovlu xalçalardan, Fatmayı xalçasının. Burada qədim toxunma corablar da öz yerini alıb.